Kessiz ad vuruldu. Gece rahat edin de, gece yattın da hem de. Gece yattım, səhər tezdən 7-də durdum. Birazdan mənə dedilər ki, şeydir, əsəblərimə də müalicə lazımdır. Əsəblərim oyaqdır. Biraz yaşlanış gedərsən. Belimdən əməliyyat oldum uşaqlar. İndi bilməyənlərə də deyəndə implant qoydular, 2 dənə dəmir. Dedi ki, həkim o gücdə ağrıyacaq. Sadə əməliyyat belə ağrımış. Amma implantın yeridir, indi qoydu ağrıyır. İki. Orada da ağrı kəsici vururlar da, Vaypulun gedəcək. Orada elə bil, orada ağrılarım olmurdu. Orada ağrılarım olmurdu banisada. Venama vururdular. Ha? Venama vururdular? Hə, venama vururdular orada. Çevir kameranı. Evet, çevir. İğne vursan, qoyucu çevirim. Tamam. Uzanın. Uzanamıram bak. Sonra. Çıkar. Biraz dözümün olsun. Yazı Dözümüm yoxdur. Olmalısan. Biraz dözməlisən. Ve ağlayanda tabii təzyiqin qalır. Cehenneme qalxsın. Həkim deyib ki, ketanolonun ağrı kəsicini atır bu şeysi. Neymin danışır şeylə, Ramiz doktorla. Oturma, yürü bir uzun. Oturma. Yaşamak istemiyorum. Evimdeyim uşaqlar. Koş. Koşalım. Telefon durmuyor. Neden görün? Eşsən mənə. Həkimlə danışdım. Həkim dedi ki, onun belində dedi dəmirlər var. O gün dünən gedəndə də mənə demiş. Dedi onu biraz incidəcəkdi. O bədən onu qəbul eləyənə qədər, onu örgəşənə qədər onu incidəcəkdi. Narahat olmasın. O bir müddət ağrıyacaq, eləyəcəkdi. Biraz dedi səbirli olsun. Ora getməyinin mənası yoxdur. Götür ona nədir? Ağrı kəsici ketanolon, ağrı kəsici iynəsini. Hə, Vəfa ilə də indi danışdım. Vur. Ağrı bəlkə ağrıdıqca vur da, yüngül ağrıya belə vurma. Gördün dözə bilmirsən, onda vur günah. Başa düşürsən məni? İndi sənin belində dəmir var da, o dəmir sənin belinə örgəşənə qədər, eləyənə qədər səni incidəcəkdir. Hava gedəm ağrıyacaq be. Bir həftə, hər gün biraz azalacaqdır. Bir həftəyə top kimi olasın. Həqqi. Allah haqqı, həkim dedi ki, bircə həftə çətinliyi var. Bircə həftə dözsə vəssalam, qutardı getdi. Nəyə gülürsünüz ay uşaqlar? Gülməli burada nə var ki, gülürsünüz? Narahat olma Ginan. Həkimlə danışdım. Dedi ki, ona nədir? Ketanolon ağrı kəsicini vurursa. Orada sadəcə o saat gündə 2 dəfə ağrı kəsici vururdular, sən bilmirdin. Ya venandan vururdular, venadan vuranda da biraz tez kəsir. Ona görə də narahat olma. Vəfa da yanındadır, sağ olsun, sağa baxır. Şeylə Ginan. Elə gün, məsələn, ağrıdın, gördün ki, dözə bilmirsən, onda vur Ginan. Yüngül ağrıya belə vurma da, çox da şeyləmə, ağrı kəsici olmaz. Yaxşı, dözümlü ol biraz. Yaxşı. Da narahat olma, öpürəm səni. Özünə yaxşı bir şey olsa məni yığ.
Ayağım niye çeyir? Uyuşu çeyir. Belki madde daimin dünən də içmə bilərsən, 4 gündür içmirəm. Bu gəlsin yaramın yerində dəyilsin, bu boyda deyil yaramın yeri. Tikiblər. Həkim dedi ki, ağrı kəsici vurulub, qoy görək, biraz deyəsən, toxduyuram. Bu kadar çox sağ ol. Hər gün tətil dərmanı yazıb, hər gün içirəm. Emin biraz kəsdi. Ağrı kəsdi ondan. Biraz kəsdi. Əməliyyat olmuşam uşaqla bölümünə. 1000 dəfə dedim, əməliyyat. Allah köməyin olsun, sağ ol. Çörək yemirəm. Və bu boyda bu kusok qoymuş. 100 kiloya deyirsən salacağım. 125 kiloya. 25 kilonu da versən deyir 100 kilo. Ağırlığını da deyir əməliyyat şey deyir. Nətərsə bəyəxtana ağrılarım güclüydü. Salam. Salam. Gəzmə. Yox, həkim dedi ki, gəz 10 dəqiqə. 10 dəqiqədə həmişə dedi gəz.
Gözə gəldin. Kimin gözünə? Uzanmışam. Gömgöydü. Ne yapayım? Bura pambıqla şeydardı. İşbirisi taxırdılar bura. Böyründən də işbirislərlə nə bilim sistemlər vurdu. Bu da burada 2-3 gün qalırdı belə. İbromda da var. Damara vurdular da. Sistemlər götürdülər, ağrım kesirdi Banisada. 3-4 gün Gəncədə Banisada qaldım. Yəqin göyərif. Birimdən əməliyyat olmuşam. Qirijan, 13 milli qirijan vardı, o da vurmuşdu ayağıma. Biraz da geç gəlsəydim, iflic olacaqdım, geç getsəydim. Yaxşı ki, biraz tez vaxtında getdim. Hanı ağrılarını kəsir, gəl uşaqlar ayaq üstə. Durub yeriyə bilirəm, yeriyə bilirəm. Amma deyir, dəmir qoyublar da belimə, implant. 10 il keçənə qədər deyir ağırdacaq.